Hədis Əbu Hüreyra radiyallahu anhudan rəvayət olunur. Ənə Rasulullah sallallahu aleyhi və səlləmə qal. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Mə nəqasat sadaqatun min məlin. Sədəqə verməklə mal azalmaz. Və mə zədəllahu abdən bi'afvin illə izzə. Allah Teala əff edən, bağışlayan qulunun dəyərini artırar. Yəni bir qul bağışlamaqla izzət tapar. Və mə təvada'a əhədun lillahi illə rafa'ahullahu azza və cəl. Hər hansı bir kimsə Allah üçün təvazökarlıq edərsə, Allah Teala onu ucaldar. Müəllif rahimehullah bu hədisi bu bölümə dəlil olaraq gətirmişdir. Cömertlik və səxavət bölümünə və bu hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, mə nəqasat sadaqatun min məli və mə zədəllahu abdən bi'affin illə izzə və mə təvada əhədun lillahi illə rafa'ahullah. Sədəqə malı azaltmaz və insan bağışlamaqla izzət tapar və hər hansı bir kimsə Allah üçün təvazökarlıq edərsə, Allah Teala onu ucaldar. Və burada üç möhkəm məsələ keçir, hansı ki, ümumiliyə, bütün hallarda ümumiliyə dəlalət edir, yəni həm şəxslərdə, zamanda, məkanda. Mə nəqasat sadaqatun min məlin, yəni sədəqə malı azaltmaz. Yəni sədəqə verməklə, yəni mal azalmaz. Yəni sədəqənin nə qədər olmasına baxmayaraq.